Salam, hər vaxtınız xeyir olsun. Mən MHM Tədris Mərkəzinin Azərbaycan Dili və Ədəbiyyat müəllimi Rövşənə Ağayeva sizlərə ədəbiyyat fənnindən sual təqdim eləmişdim. İndi həmin sualın izahını verəcəm. Əvvəla qeyd edeyim ki, bu dəfə adətimdən kənara çıxmışam. Belə ki, bu dəfə mən sizlərə öz sualımı deyil, qəbulda istifadə olunmuş sualı təqdim eləmişdim. Və təqdim etdiyim sual qapalı sual deyildi, açıq tipli sual idi. Və açıq tipli suallar da ya orta ya da çətin səviyyəli olur. Ona görə də biz bu tipli sualları işləyərkən xüsusi diqqətlə yanaşmalıyıq ki, doğru cavabı müəyyənləşdirə bilək. Baxa görə sualda nə deyilir? Sualda deyilir ki, cədvələ əsasən nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Nümunəmiz nədir? Nümunədə deyilir ki, ölüm yüklü təyyarələr nərildiyə qalxdı göyə. Maşın təzə, sürət təzə. İşlədiyi günah köhnə, məqsəd köhnə, əməl köhnə. Bəxtəvər Hafizadədən gözəl bir nümunə. Və bu nümunə əsasında deyilir ki, bədii təsvir ifadə vasitəsinin xüsusiyyətini müəyyənləşdirək və həmin bədii təsvir ifadə vasitəsinin işlənməsində məqsədi müəyyənləşdirək. Bir də deyilir ki, bənzədilərin adı çəkilmədən müqayisə əsasında obrazlığın yaradılması. Söhbət nədən gedir? Söhbət metafordan gedir. Çünki metaforda bənzədilənin adı çəkilmir və metafor müqayisə əsasında yaranır. Əlbəttə ki, metafor yaratmaqda da məqsəd obrazlığı artırmaqdır. Varmı bu nümunədə metafor? Bəli, var. Belə ki, deyilir ki, baxın, ölüm yüklü təyyarələr nərildiyə qalxdı göyə. Bundan başqa deyilir ki, maşın təzə, sürət təzə. İşlədiyi günah köhnə. Baxın, günahı işləyən nədir? Maşın. Maşın günah işləyə bilərmi? Əlbəttə ki, xeyr. Günah işləmək insana xas olan xüsusiyyətdir və bu xüsusiyyət köçürülüb maşının üzərinə. Eləcə də nərildiyə təyyarənin göyə qalxması, təyyarə nərildəmir. Burada da köçürmədən istifadə olunub. Yəni, biz əmin olduq ki, metafordan istifadə olunub. Bəs yaxşı, bu metaforu istifadə etməkdə məqsəd nədir? Əməlin anti-insanın xarakterini açmaq. Doğrudurmu? Bəli, doğrudur. Yəni, birdə verilən fikri biz götürəcəyik. 2-də deyilir ki, misra sonunda təkrarlanan sözlərdən istifadə edilməsi və bunun da məqsədi bənzətməni qüvvətləndirmək. Baxın, elə buradaca bilinir ki, bu fikir yanlış fikirdir. Misra sonunda təkrarlanan söz deyir. Yəni, təkrirdən gedir söhbət. Düzdür, bu rədif də ola bilər. Fərqi yoxdur, istər rədif olsun, istər də təkrir olsun. Düzdür, təqdim olan nümunədə təkrirdir, rədif deyil. Burada məqsəd bənzətməni qüvvətləndirmək ola bilərmi? Əlbəttə ki, ola bilməz. O zaman mümkün olardı ki, həmin təkrir bənzətmə əsasında yaransın. Təkrir bənzətmə əsasında yarana bilərmi? Xeyr. Bənzətmə əsasında yaranan nədir? Epitetdir, təşbihdir və metafordur. Yəni, əgər təkrirdən gedirsə söhbət və ya indi təkrarlanan sözdür, ta ki, başqa bir nümunə olsun, orada rədif olsun, gedirsə söhbət, orada bənzətməni qüvvətləndirmək biz deyə bilmərik. O ki, qaldı baxırıq nümunəyə, deyir, maşın təzə, sürət təzə, işlədiyi günah köhnə, məqsəd köhnə, əməl köhnə, təzə, köhnə sözləri təkrir yaradıb, bəli. Ancaq bu təkrir yaratmaqda məqsəd bənzətməni qüvvətləndirmək deyil. Yanlış fikirdir. Sadəcə olaraq fikrin emosionallığını artırmaq, təsir gücünü artırmaq üçün təkrirdən istifadə olunub. 3-də deyilir ki, məcazi məna daşıyan təyindən istifadə edilməsi. Baxa görək, varmı epitet? Məcazi mənalı təyin, əlbəttə ki, epitetdir. Deyir, ölüm yüklü təyyarələr. Elə ilk misrada ölüm yüklü təyyarələr. Baxın, ölüm yüklü hissəsi bədii təyindir, yəni epitetdir. Həqiqətən də müəyyənləşdirdik ki, bu nümunədə epitetdən istifadə olunub. Baxa görək, istifadədə məqsəd kimi nəyi göstəriblər? Niyyətin dəhşətini obrazlı şəkildə ifadə eləmək. Doğrudurmu? Bəli, doğrudur. Ölüm yüklü təyyarələr. Baxın, təyyarələrin ölüm yüklü olmasını ifadə eləməklə niyyətin nə dərəcədə dəhşətli olduğunu bizə obrazlı şəkildə çatdırıb müəllif. 3 doğrudur. 4 deyir ki, ad dəyişmədən istifadə olunub və burada məqsəd göstərilib ki, günahın miqyasını qabartmaq. Baxın, bu qabartmaq nəyə xas olan xüsusiyyətdir? Əlbəttə ki, mübaliğəyə. Ad dəyişmə nədir? Metonimiya. Biz metonimiya ilə qabartma yaradırıqmı? Metonimiya hara? Qabartma hara? Elə buradaca bilinir ki, bu fikir yanlış fikirdir. Baxın, dostlar, İmtahanda da qarşınıza belə sual çıxanda heç vaxt itirməyin. Elə buradaca siz müəyyənləşdirdiniz ki, bu fikir yanlışdır.
Niyə bir də o nümunənin içinə baxasınız, axtarasınız, ay Allah görürsən burada metonimiya var, yoxdur, vaxt itirəsiniz. Sizi orada gözləyən nə qədər sual var hələ. Ona görə də vaxt itirmədən elə yanlış variant kimi çıxardın aradan. 5-də deyilir ki, sözlərin qrammatik ardıcıllığının pozulması və bununla da ahəngdarlıq yaradılıb. Yaradıla bilərmi? Bəli, yaradıla bilər. İndi baxaq görək, doğrudurmu? Qrammatik ardıcıllığın pozulmasından istifadə olunubmu? Bəli, olunub. Elə birinci cümləyə baxaq. Deyir, ölüm güclü təyyarələr nərildiyə qalxdı göyə. Göyə qalxdı olmalı idi. Qalxdı göyə yox. İnversiya istifadə olunub. Bəli, inversiyanı istifadə etməkdir məqsəd ahəngdarlıq yaratmaqdır. 5 də doğru fikirdir. Yəni, testimizin doğru cavabı olacaq 1, 3 və 5. Bu qədər dəyərli dostlar, kim 1, 3, 5 cavabını seçmişdirsə, həmin kəsləri təbrik eləmək istəyirəm. Siz doğru seçim elədiniz. Ancaq bu cavabı seçməyən insanları da təbrik eləmək istəyirəm. Niyə? Çünki siz ola bilər ki, cavabı seçərkən yanlışa yol vermişdiniz. Əsas məqsəd öyrənməkdir və siz də öyrəndiniz. Elə buna görə də sizə də təbrik düşür. Diqqətiniz üçün təşəkkürlər.